اللهم لك الحمد حمدا يملأ القلوب طمأنينة ويملأ الأيام بركة ويملأ الأعمار نورا وهداية. اللهم نحمدك لا لأننا أقوياء بل لأنك أنت القوة، ونستغفرك لا لأننا بلا ذنب بل لأن رحمتك أوسع من ذنوبنا، ونستهديك لا لأن الطريق غامض بل لأن العين تعمى إذا لم تنرها بنورك. اللهم إن القلوب بين أصابعك تقلبها كيف تشاء، فثبت قلوبنا على توحيدك ولا تكلنا إلى أنفسنا طرفة عين. اللهم إنا نخافك خوفا يحررنا من خوف غيرك، ونرجوك رجاء يقطع تعلقنا بمن سواك، ولا ملجأ ولا منجا منك إلا إليك. وأشهد أن لا إله إلا أنت شهادة تشرح الصدور وتطهر القلوب وتنير الطريق وتدع عن الروح أثقالها. وأشهد أن محمدًا عبدك ورسولك دلنا عليك وأرشدنا إليك وعلمنا أن الخوف لا يكون إلا لك وأن الرجاء لا يرفع إلا إليك. ثم أما بعد. Əziz, değerli Müslümanlar, hürmetli kardeşler, Allah'a həmd edirik. Elə bir həmd ki, qəlbləri rahatlaşdırır, qəlblərə rahatlıq gətirir, günlərə bərəkət verir, ömürləri nurla, hidayətlə doldurur. Allah'ım sənə həmd edirik. Ona göre yok ki biz güclü, qüvvətli, əsla əksinə güc sənsən. Güc səndədir. Səndən bağışlanma diləyirik. Ona göre yok ki günahımız yoktur. Əksinə rəhmətin günahlarımızdan daha genişdir. Səndən hidayət diləyirik. Ona göre yok ki yol karanlıqdır, aydın değil. Əksinə yolu nurlandırmasan öz nurunla gözler kör olar diye. Allah'ım, qəlblər sənin parmakların arasındadır. İstediğin kimi çevirirsen qəlblərimizi tevhidində sabit et. Bizi bir göz kırpımı olsa bile nefsimize havale etme, özümüze bırakma. Allah'ım biz senden korkuruq. Elə bir qorxu ki bizi başkalarının qorxusundan azad edib. Sənə ümid edirik. Elə ümid et ki bizi digərlərinə ümid etməkdən qoparıb. Sığınacaq, qurtuluş yalnız sənədir. Və şəhadət edirəm ki səndən başqa ibadətə layiq haqq məbud yoxdur. Elə bir şəhadət ki sinələri genişləndirir, köksləri açır, qəlbləri təmizləyir, yolu nurlandırır, ruhun ağrısını, ağırlığını azaldır, götürür. Və şəhadət edirəm ki Muhammed sənin qulun və elçindir. Bizi sənə yönəltdi, sənə hidayət etdi və bizə öyrətdi ki qorxu yalnız sənə aiddir. Yalnız səndən qorxmalıyıq. Ümid yalnız sənə yüksəlir. Və sonra bilin ki qorxu əzəmətli bir ibadətdir. Qəlbin ibadətidir. Onu Allah'tan qeyrisinə yönətmək olmaz. Kim Allah'tan qorxarsa əmin olar. Allah Teala onu əmin eder. Və kim ondan qeyrisindən qorxarsa zəlil olar.
Qorxu Allah Taala'nın əzəmətli bir hikmətlə insana yerləşdirdiyi bir duyğudur. İnsanı ehtiyatlı edir, çəkindirir, qoruyur onu məsuliyyətsiz olmaqdan. Lakin əgər olduğu yerindən kənara çıxarsa, azarsa, sahibi üçün bəla olar, müsibət olar, qəlbini zəlil edər, ruhunu sındırar, hətta o dərəcədə ki, onu batilə sürükləyər. Allah'tan qeyrisinə bağlayar, özü də hiss etmədən, dərk etmədən şirkə düşər. Elə bir ibadətə ulaştırar ki, özünü Rəbbimiz onu əmr etməyib bizə. Əksinə çəkindirib və bəyan edib ki, insanlardan eləsi var ki, ondan qeyrisindən qorxurlar. Məxluqdan qorxurlar. Onlara pənah aparırlar, onlara sığınırlar, onlardan kömək istəyirlər və elə zənn edirlər ki, Xaliq yox, məxluq qadirdir, ona nəsə bir zərər, nəsə bir fayda versin Allah'tan başqa. Görürsən ki, varlıdan əvvəl kasıbdan qorxur, qadından, kişidən qorxduğu kimi qorxur. Günahlarından yox, sözdən, bir kəlmədən qorxur. Bunlar hamısı imanın, yəqinliyin zəifliyindən, aləmlərin Rəbbindən, qəlbin uzaqlaşmasındandır. Bəli, mömin qorxur bəzən. Bəzən kədər onu bürüyür. Bəzən imtihan olunur, sınağa çəkilir. Bəzən dünya ona dar gəlir. Lakin sonunda yenə aləmlərin Rəbbinə qayıdır. Çünki yəqin bilir ki, hər şey Allahın əlindədir. Hər iş ona məxsusdur. فَلَا تَخَافُوهُمْ وَخَافُونِ إِنْ كُنْتُمْ مُؤْمِنِينَ. Əgər möminsinizsə, onlardan yox, məndən qorxun. Və qəlbin qorxu ilə imtihan olunması növbə-növdür. Bəzən müsəlman qorxur insanlardan, qorxur xəstəliklərdən, qorxur gələcəyi üçün. Görürsən ki, qadın qorxur, dünyaya qız gətirər, oğlan yox. Elə zənn edir ki, bu ruzi onun əlindədir, Allahın yox. Kişi yoxsulluq gəlməmişdən, kasıblıqdan qorxur. Bu onu xəsis edir, zalım edir, qohumluq əlaqələrini kəsməyə sövq edir. Unudur Rəbbinin kəlamını. وَمَا مِنْ دَابَّةٍ فِي الْأَرْضِ إِلَّا عَلَى اللّٰهِ رِزْقُهَا. Yer üzərində elə bir canlı yoxdur ki, onun ruzisi Allah'a aid olmasın. Və insanlardan eləsi var ki, xəstəlikdən və ya olmayan xəstəlikdən qorxur. Bu onu əksinə xəstə edir, vəsvəsəyə salır və bəzisi qorxur xəstəlikdən yaxınları üçün və ya xəstə yaxınının daha da xəstəliyinin şiddətlənməsindən qorxur, nəfsini günahlandırır və özü də bilmədən elə zənn edir ki, işlər Allahın əlindən çıxıb. Odur səbəb bəlaların, unudur ki, hər işin səbəbkarı Allah Taaladır, hər şey onun əlindədir. Cavan, gənc var ki, qorxur ki, universitetə qəbul ola bilməz. Qorxur ki, qurduğu arzular uğur tapa bilməz. Gənc var, qorxur əskərlikdən. Hələ hərbi xidmətə getməmişdən. Gənc var, qorxur ki, arzularını çata bilməz. Həqiqət olmayan zənnlərin əsiri kimi yaşayır. Analar var, atalar var, qorxur övladları üçün. Övladlar var, qorxur valideynləri üçün. Bu qorxu çıxarır onları Allah'a təvəkkül etməkdən. Görürsən, yandırır özünü, yandırır nəfsini. Bəlkə də nəsə düzəldir. Əgər Allah Taala müvəffəq edirsə, bəzən də əlindən bir şey gəlmədiyi üçün işi mürəkkəbləşdirməkdən başqa bir şey etmir. İnsan var,
qocalıqdan qorxur. Qorxur qocalmaqdan. İnsan var, ölümdən qorxur. Ölməkdən qorxur. İnsan var, insanların baxışından qorxur. Dediyi sözdən qorxur. İnsan var, tək qalmaqdan qorxur. İnsan var, evlənə bilməz deyə qorxur. Kişi qorxur ki, özünə həyat yoldaşı tapa bilməz. Qadın qorxur ki, onu alacaq. Kimsə gələ bilməz. İnsan var, zamanın xəyanətindən qorxur. Axtarsan çoxunun qorxularını, görərsən ki, bəzən bu qorxu onları batil əmələ sövq edir. Bəzən batil zənnə sövq edir. Bəzən daha da pis, Allah'tan qeyrisinə güvənməyə yönəldir. Görsən ki, etimad edir başqasına, etiqad edir başqasındakı xeyrə, şərə. Hansı ki, insan qorxusunu Allah'tan qeyrisinə yönəltməsi şirkdir. Necə vurğuladıq. Bəzən sahibi bilməsə də, görsən bu qorxu sövq edir onu sehirbazların, kahinlərin yanına getməyə, tilsimə, ofsuna, fala yönəlməyə, qəlbini Allahla yox, qəlbini Allaha yox, məxluqa bağlamağa. Və bu da əzəmətli təhlükədir, hansı ki, çəkindirilmişik ondan. Və əmr olunub bizə Allaha təvəkkül etmək, əmr olunub ki, yəqin olsun qəlbimizdə və nümunə olaraq göstərilib bizə. Peyğəmbərimiz, baxsan onun yəqinliyinə, özündə təsəlli taparsan. Səfərlərin birində Peyğəmbər sallallahu aleyhi və səlləm Nəcd istiqamətinə döyüşə çıxmaq üçün səhabələri ilə səfərə çıxdıqda dincəlmək üçün dar bir vadidə dayanırlar. Kolluq olan bir vadi, tək bir ağacın olduğu bir vadi və səhabələr də hər öz işində çadırını düzəldən, minini rahatlayan, yemləyən, su axtaran, öz şəni ilə, öz işi ilə məşğul olduğu bir vaxtda Peyğəmbər sallallahu aleyhi və səlləm dincəlmək üçün ağacın altında dayanır, qılıncını ağacdan asır və bu halda ikən düşmənlərdən bir kişi, bədəvi bir ərəb, onun tək olduğunu fürsət bilib, o qılıncı götürüb başının üzərində dayanır. Deyir ki, məndən qorxursan, deyir ki, xeyr. Və kişi əlində qılınc dayanmış olduğu halda təhdidli bir səslə onu hədələyərək mən yəmnə'ukə minni, səni məndən kim qoruyar? Mənə kim mani olar? Dediyi bir ərəfədə Peyğəmbər sallallahu aleyhi və səlləm gözlərini ona dikib bir kəlmə söyləyir. Kainata sabitliyi gətirən bir kəlmə. Deyir ki, sallallahu aleyhi və səlləm Allah. Və kişinin qəlbi titriyir, əlindəki qılınc düşür, Peyğəmbərə heç bir zərər verə bilmir. Bir kəlmə, lakin Allahla dolu qəlbdən çıxmış bir kəlmə. O qəlb ki, ondan başqasına yeri yoxdur. Ola da bilməz və qəlblər belə olmalıdır. Çünki Allah zikri yəqinliklə qəlbdən çıxırsa, nurdan olan bir qılınc kimi kəsir. Zalimin heybətini əlindən alır, sındırır, sahibini hər bir şərdən, hər bir pislikdən qoruyur. Belə öyrədir Peyğəmbər sallallahu aleyhi və səlləm bizə. Belə öyrədir, necə təvəkkül edək Rəbbimizə. Kim Allaha təvəkkül edərsə, ona yetər. Kim Allahdan himayə istəyərsə, heç kəsdən qorxmaz. Və yəqin bil ki, hər bir güc, hər bir qüvvət səmimi qəlblə buna inanmaqdır, bunu etiraf etməkdir. Bəli, bu yəqindir. O yəqin ki, dünya sarsılsa, sirkələnsə, ətrafında olan nə varsa dağılsa, qəlb, əgər onda o yəqinlik varsa sarsılmaz. O yəqinlik ki, zəifi güclü edir. O yəqinlik ki, məzluma rahatlıq verir. O yəqinlik ki, xəstəni razı edir. O yəqinlik ki, xəstə sahibini səbirlidir. Allah'tan ümidini kəsməyə qoymur. Allah'tan savabını ummağa sövq edir. Ona görə bil ki, məxluqdan qorxmaq, insandan və ya başqa nədənsə qorxmaq,
ruziyə mane ola bilməz. Əcəli yaxınlaşdırmaz, nə zərər dəf edər, nə fayda cəlb edər. Çünki zərər verən də, fayda verən də tək Allahdır. Kim Allahdan qeyrisindən qorxarsa, o qorxu onu əzər. Kim Allahdan qorxarsa, onu hər şeydən əmin edər. Və daima bir şeydə xatırla ki, Allahdan qeyri nədən qorxursansa və ya kimdən qorxursansa, o özü məxluqdur. Xəstəlik, kasıblıq, aclıq, susuzluq, günlər, zaman, insanlar, hətta sənin qorxun, o da Allahın məxluqudur. Ona görə qula yaraşmaz xaliqi qoyub məxluqdan qorxmaq. Qula yaraşmaz xaliqi tərk edib, onu xəlq edəni, onun qorxusunu xəlq edəni, qorxduğunu xəlq edəni tərk edib məxluqdan qorxsun. Kim qəlbini məxluqa bağlayarsa azar, zərərə uğrayar. Kim qəlbini Rəbbinə bağlayarsa uğura çatar. Ona görə məxluqdan qorxmaq nəfsin rahatlığını uğurluyor. İmanı zəiflədir, ümid qapılarını bağlayır. Amma Allah qorxusu nicat qapılarını açır. Gələcək qorxusu insanı yalnız yorur. İnsanlardan qorxu insanı alçaldır. Kasıblıqdan, yoxsulluqdan qorxu insanı yoxsul edir. Qəlbini kasıb edir. Xəstəlikdən qorxu insanı xəstə edir. Amma Allah qorxusu insanı dirildir, yaşadır, qəlbini islah edir. Dünyanı onun gözündə kiçildir. وَمَنْ يَتَوَكَّلَ عَلَى اللّٰهِ فَهُوَ أَصْبُهُ Kim Allah'a təvəkkül edərsə bu ona kifayətdir. Yəni ona yetər. Ona bəs edər ki Allah onu qorusun, ruzisini versin, köməyi olsun. Ona görə qəlbini Rəbbinə bağla və imanla de ki Həsbunallahu və ni'məl vəkil. Bizə Allah yetər. Nə gözəl vəkildir. Yusuf'in dediği kimi de İnnəmə əşku və bətti və hüzni ilallah. De mən dərdimi də, kədərimi də Allah'a şikayət edirəm. Peyğəmbərin Muhammed kimi de Allahumma la maniyə limə atayt və la mu'tiyə limə mənət. Allahım, sənin verdiyin əngəl heç kim ola bilməz. Sənin əngəl olduğuna, mani olduğunu heç kim verə bilməz. Allah'tan diləyirəm ki, Allah Teala qəlbimizi yəqinliklə doldursun. Qorxumuzu, kədərimizi, qəmmimizi, sıxıntımızı üzərimizdən qaldırsın. Qorxumuzu yalnız ondan etsin. Ondan qeyrisine olan qorxumuzu bizdən uzaqlaşdırsın. Dünyadan və onda olandan qorxumuzu aparıb, yəqinliyimizi bunların hamısından daha güclü etsin. Allah'ım qəlbimizi islah et. Kökümüzü, sinələrimizi geniş et. Günahlarımızı bağışla. Xəstələrimizə, müsəlmanların xəstələrinə şəfa ver. İslamı izzətli et. Müsəlmanları izzətli et. Harada zəif müsəlmanlar varsa onlara kömək ol. Harada xəstə müsəlmanlar varsa onlara şəfa ver. Azlarını doyur. Susuz olanlara su ver ya Rəbbim. Ölkəmizi, digər müsəlman ölkələrini xətadan, bəladan qoru. Ölkə başçımızı qoru. Onun ətrafına ona xeyirli dəstək olan insanları cəm et. Şər, məkirli insanları ondan uzaq et. Əmin-amanlığımızı daimi və davamiyyətdə et. Əqulu mə təsmə'un və əstəğfirullaha li və ləkum və lisəiril musliminə min kulli zəm fəstəğfiruhu innəhu vəl-ğafurrahim. Elhamdülillahi Rabbil ələmin və salatu və salamu alə əşrafil ənbiyai vəl-mursalin nəbiyyə Muhammedin və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. İbadallah, innallaha ya'muru bil-ədli vəl-ihsani və itəi zil qurbə və yənhə anil fəhşai vəl-munkəri vəl-bəği